Allahümme salli ala Muhammedin ve ali Muhammed ve ecel ferecehum. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed sallallahu ve alihi teyyibine tahirinel ma'sumin ve la'netullahi ala a'daihim ecmain. Salam əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri bu verilişdə. Dəyərli həmvətənlər, dünyanın hər yerindən verilişimizi izləyirsinizsə, səmimi qəlbdən hamınızı salamlayırıq və hamınıza dünya və axirət səadəti arzulayırıq. Bizim bugün hazırladığımız veriliş əziz Peyğəmbərimizin o seçilmiş səhabələri barəsində idi. O səhabələr ki, haqq yolunun sorağında olublar, həqiqət sorağında olublar və onu tapıblar, Peyğəmbərimizə qovuşublar və dünya və axirət səadətin əldə ediblər. Səhabələr barəsində bunu demək istərdim ki, əziz Peyğəmbərimizin İmam Sadiq əleyhissalamdan nəql olan hədisdə 12.000 səhabəsi olub. Onun 8.000-i Mədinə əhlindən, 2.000-i Məkkə əhlindən və 2.000-i də Tulaqadan, yəni Peyğəmbərimiz Məkkəni fəth etdikdən sonra əziz Peyğəmbərimizə qoşulublar. Amma biz bunlardan daha seçilmişlərin, daha fəzilətlərin, daha Əhl-i Beytin dilində tərif olunmuşların və onların tərbiyyəti ilə tərbiyyət olunmuşlardan söhbət açacağıq. Və onlardan biri də Salmandır. Salman haqqında çox eşitmisiniz. Bugünkü verilişimizdə də daha dəqiq Əhl-i Beytin dilindən və Salmanın öz dilindən onun həyatına baxacaq. Səhabə ümumiyyətlə hər kəs ki, Peyğəmbərimizi görüb, Peyğəmbərimizlə həmişə bir yerdə olub, onun yolunu seçib, Peyğəmbərimizdən təbəyyət etmiş insanlara deyirlər. Düzdür, bəzi firqələrdə səhabəni, hər kəs ki, Peyğəmbəri görsə və müsəlman dünyadan getsə, ona səhabə deyirlər. Hətta bir dəfə də belə görmüş olsa. Amma Şiə əqidəsinə əsasən, səhabə Peyğəmbərin yolunu həmişə tutan, Peyğəmbərin yolunu gedən, Peyğəmbərimizdən təbəyyət edən və həmişə Peyğəmbərimizlə bir yerdə olan insanlardır. Bugün Salman Farsıdan söhbət edəcəyik. İstərik səhabəni Salmanın dilindən eşidək, görək səhabə Salmanın əqidəsinə görə kimlərdir. Bir gün Salman mədaində olanda iki şəxs gəlir Salmanın yanına. Bunlardan biri Əşəs ibn Qeys olur və digəri isə Cərir ibn Əbdullah. Bunlar gəlirlər Salmanın yanına, soruşurlar ki, Salman Farsı sənsən? Salman buyurur, bəli, mənəm. Soruşurlar, Peyğəmbərin sahabəsi sənsən? Salman buyurur, bilmirəm. Bunlar şəkk edirlər. Əgər sən Salman Farssansa, bəs mümkündür bizim axtardığımız Salman sən olmayasan, başqa bir Salman olsun. Salman deyir, xeyr, sizin axtardığınız Salman elə mənəm və Peyğəmbərlə bir yerdə olmuşam. Peyğəmbərə iman gətirmişəm. Amma Peyğəmbərin sahabəsi o kəsdir ki, behişdə Peyğəmbərlə bir yerdə olsun. Yəni, mümkündür sahabələrin içində ədalətsiz insanlar da olmuş olsun, münafiq insanlar da olmuş olsun. Bəs bütün sahabələr haqq olmayıblar. Düzdür, bunlar haqq olmayanlar çox azlıq təşkil edirlər. Peyğəmbərin əksər sahabələri haqq olublar, ədalətli olublar. Amma Salman haqqında istərik Salmanın həyatına, İslamdan öncə olan həyatına baxaq. Və bunun daha dəqiq bilmək üçün yaxşı olar Salmanın öz dilindən eşidək öz həyatını. Salman uzun bir rivayətdə nəql edir ki, öz həyatını danışır. Deyir, mən İrandan, keçmiş qədim İran vilayətindən, İsfahan şəhərinin Cəy məntəqəsindən idim. İsfahanın Cəy məntəqəsində bir əkinçi kişinin övladı idim. Atam halal zəhmətlə çörək qazanardı və məni çox istəyərdi. Bir gün atam məni
göndərir şəhərdən çölə. Şəhərdən çöldə atamın bağı var idi. Məni ora göndərdi. Mən yolda gedəndə Məsihilərin və xristianların kilsəsinin yanından keçəndə o kilsədən səs eşitdim. İbadət səsi, razı niyaz səsi eşitdim. Girdim kilsənin içinə, gördüm onların ibadəti bizim ibadətimizlə fərqlənir. Salman əvvəlcə atəşpərəst olub, Zərtuş dinində olub, oda sitayiş ediblər. Özü də bunu nəql edir ki, mənim işim odu qorumaq idi, yəni qoymurdum onu sönməyə və çox zəhmət çəkmişdim bu yolda. Deyir, mən girdim kilsənin içinə, gördüm onlar, Məsihilər öz ibadətləri ilə məşğuldular. Onların dinindən xoşum gəldi. Günəş aradan gedincə, yəni qürub vaxtına qədər kilsədə qaldım. Atam dalımca adam göndərdi, məni kilsədən apardı. Evə getdikdə atamla sözüm oldu, bəhsim oldu, mübahisəmiz oldu. Çünki mən atama dedim, mən artıq oda sitayiş etməyəcəyim. Mən Həzrəti İsa'nın gətirdiyi dini qəbul edirəm. Məsihiyyət dinini seçmişəm. Atam narahat oldu. Məni qane edə bilmədi və məni zəncirlə bağladı. Mən bir gün zənciri özümdən açıb getdim kilsəyə. Onlara dedim ki, sizin bu Məsihiyyət dininin mərkəzi harda yerləşir? Onlar mənə dedilər, bunun mərkəzi Şamda yerləşir. Yəni, bugünkü Suriya şəhərində. Əlbəttə, keçmişdə deyilən Şam çox məntəqələri əhatə edirdi. Filistin məntəqəsi də Şam sayılırdı. O cümlədən indiki Suriyada. Onlar dedilər, bizim mərkəzimiz, yəni Məsihiyyətin mərkəzi Şamda yerləşir. Mən onlara dedim, hər vaxt Şamdan karvan gəlsə, mənə xəbər göndərin. Onlar da mənə bir gün xəbər göndərdilər, bəs Şamdan karvan gəlib, Şama qayıdacaq. Onlarla gedə bilərsən. Mən qoşuldum Şamdan gələn karvanla, getdim Şam şəhərinə. Şam şəhərində Məsihilərin keşişi və əskəfi ilə tanış oldum. Onların lap böyük əskəfi ilə məni apardılar kilsəyə. Onunla tanış oldum və onun yanında qaldım. Amma bu şəxs dünyapərəst bir insan idi. Düzdür, Məsihiyyətdə bir dini ruhani kimi sayılırdı və cəmaət ona müraciət edirdi. Amma gördüm ki, bu şəxs dünya məhəbbəti var bunun qəlbində. İnsanları təşviq edir, insanları sədəqə verməyə, amma o sədəqəni özü üçün götürür, kasıblara vermir. Bir neçə müddət keçdi, bu dünyasını dəyişdi. Amma onun yerinə elə bir ibadətkar bir şəxs gəldi ki, o mənim xoşuma gəldi. Onun daha axirətə meyli çox idi, daha axirət meyilli bir insan idi. Bu mənim xoşuma gəldi, amma bir neçə müddət bunun yanında qaldıqdan sonra bu xəstələndi və dünyasını dəyişirdi. Mən bundan soruşdum, məni kimə tapşırırsan? Mən indi səndən sonra kimə müraciət edim? O mənə dedi ki, səni mən özüm kimisin yer üzündə tanımıram, bir nəfəri tanıyıram Mosul şəhərində. Get ora, o şəxsə müraciət et, onun yanında qal. Onu mən imanlı və düz yolda bilirəm. Çünki o vaxtlar da elə Məsihiyyət dini təhrif olunmuş olsa da və Allaha şərik belə qoşsalar da, üç Allahlı olsalar da, bəziləri var idi. Həzrəti İsa Peyğəmbərin gətirdiyi dində qalmışdılar. Yəni, təhrif olunmuş dindən təbəyyət etmirlərdi. Düzgün dinə əməl edirlərdi. Deyir, mən getdim, Şamdan getdim Mosula. Bir miqdar da oradakı abidin yanında qaldım, oradakı keşişin yanında qaldım və bir neçə müddətdən sonra bu da dünyasını dəyişən vaxtı mənə tövsiyə etdi ki,
bugündən sonra istəyirsən mənim kimisin birini tapasan, ondan dərs alasan, ondan təlim alasan, getginən Nəsibin şəhərinə. Nəsibin indiki Türkiyədə yerləşir. Get ora. Deyir, mən də bu dünyasını dəyişdikdən sonra getdim Nəsibinə. Bu deyən abidi, bu deyən insanı tapdım. Və bir neçə müddət onun yanında qaldıqdan sonra isə bu dünyasını dəyişəndə mənə sifariş etdi ki, getginən Umuriyyə Rumun şəhərlərindən biri idi. Get ora. Mən orada özüm kimisinin birini tanıyıram ki, düz yolda olsun, haqdan azmasın və düzgün Həzrəti İsa Peyğəmbərin gətirdiyi dinə əməl etsin. Deyir, mən getdim Əmuraya. Bir neçə vaxt onun yanında qaldıqdan sonra o da dünyasını dəyişirdi. Çünki yaşlı bir şəxs idi. Dünyasını dəyişəndə ondan soruşdum ki, mən səndən sonra kimə müraciət edim? Kimin yanında olum? Ta ki, düzgün dini öyrəşim, düzgün yolda olum. O mənə dedi ki, mən başqa bir şəxs tanımıram. Amma xoşbəxtçilikdən sən elə bir zamanda yaşayırsan ki, bu əsrdə Peyğəmbər zuhur edəcək. Haqq olan axırıncı Peyğəmbər zuhur edəcək. Get, onu tapginan. Soruşdum, o harda olacaq? Deyir, o bir ağaclı, meşəli, bağlı, bağatlı bir yerdə olacaq ki, daş kəsək arasındadır. Və mən oradan ayrıldım. Ərəbistandan Şama gəlmiş karvana qoşulub Ərəbistan tərəfə gəldim. Deyir, yolda bu karvan mənə zülm edərək məni bir yəhudiyə satdılar. Məni bir yəhudiyə satdılar Vadiyül Ərəb adında bir məntəqədə. Və mən də bu yəhudinin qulu oldum, nökəri oldum. Və bir neçə müddətdən sonra başqa bir yəhudi məni bu həmən yəhudidən aldı və özü ilə Mədinəyə apardı. Mən əvvəl elə bilirdim Vadiyül Ərəb həmən o şəxsin dediyi məntəqədə, amma sonralar gördüm ki, ora deyil. Məni Mədinəyə gətirdi, öz bağında məni işlədirdi. Mən bir neçə müddətdən sonra öz ağamın, yəni Həzrəti Salmanın Mövlası öz əmsi oğlu ilə söhbət edərkən Salman deyir, mən onların sözünü eşitdim. Onların sözünü eşitdim ki, Peyğəmbər zuhur edib və Məkkədən Mədinəyə hicrət edib. Bunu mənə Umuriyyədə olan həmən abid də demişdi ki, o Məkkədən hicrət edəcəkdir. Deyir, mən bunu eşidəndə soruşdum, maraqlandım. Dedilər, o Quba adlı bir məntəqədə yerləşib. Quba Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi zaman ən birinci gəldiyi məntəqədir ki, orada məscid də düzəltdi və Quba məscidi adlandı. Deyir, mən getdim Qubaya, Peyğəmbər Bəni Əmr ibn Ovf tayfasının arasındaydı, onların içindəydi. Gəldim, gecə vaxtı ayrıldım, evdən çıxdım, gəldim Quba məntəqəsinə və Peyğəmbəri tapdım. Həmən şəxsi tapdım, amma Umuriyyədə olan abid və ruhani mənə demişdir ki, əgər istəyirsən biləsən Peyğəmbər haqdır ya yox, yəni səhv tapmayasan həmən Peyğəmbəri, onun üçün sənə nişanə deyirəm. 3 nişanə deyirəm ki, o 3 nişanə hər kəsdə olsa bil o Peyğəmbərdir. Deyir, o nişanələrdən biri bu idi ki, o Peyğəmbər sədəqə yeməz, sədəqə qəbul etməz, amma hədiyyə qəbul edər. Bəs sədəqə qəbul etməz, ikincisi hədiyyə qəbul edər, üçüncüsü də onun belində nübüvvət nişanəsi vardır. Deyir, mən gəldim onların içinə, Quba məntəqəsində Peyğəmbəri tapdım, onun yanında bir neçə nəfər də var idi. Mən gəldim, özümlə bir miqdarda xurma gətirmişdim. Deyir, mən onlara təklif etdim ki, siz qəribsiniz burada. Mən bunu sədəqə nəzr etmişəm. Bundan buyurun, yeyin. Deyir, o Peyğəmbər həm öz yanında olanlara dedi ki, siz bundan yeyin. Amma özü ona əl vurmadı, özü ondan yemədi. Deyir, mən birinci nişanəni, birinci əlaməti düz tapdım. Səhərsi günü bir daha xurma ilə gəldim, ya başqa bir yeməli bir yeməklə gəldim. Müraciət etdim o şəxsə. Dedim, bunu sizə hədiyyə kimi gətirmişəm.
Bunu məndən hədiyyə kimi qəbul edin. Deyir, o şəxs məndən qəbul etdi. Amma mən üçüncü əlaməti gözləyirdim. Bir gün gördüm ki, həmən şəxs, yəni əziz Peyğəmbərimiz Bəqi qəbirstanlığında bir nəfəri dəfn edir. Onun təşyir cənazəsində şirkət edir. Peyğəmbərin amma belində olan, iki çiyninin arasında olan nişanəni görmək üçün imkan yox idi. Çünki o çiyninə bir əba atmışdı. Mən durmuşdum onun arxasında, Peyğəmbərin arxasında durmuşdum ki, o əbanı çiynindən götürsə, tez onun kürəyinə baxım. O nübüvvət nişanəsini onda görüm. Amma Peyğəmbər çöndü dala baxdı ki, mən diqqətlə ona baxıram. O öz çiynində olan əbasını götürdü. Mən gördüm onun kürəyində nübüvvət nişanəsi var. Və bununla gördüm ki, həqiqətən haqq olan Peyğəmbər bu şəxsdir. Ona iman gətirdim. Amma mən hələ qul idim, bir yəhudinin nökəri idim. Azad bir insan deyil idim. Ona iman gətirdim və Peyğəmbər məni sonralar azad etdi. Onun Salmanın azad olmasında iki nəzəriyyə var. Biri budur ki, hər halda Peyğəmbərimiz onu azad edib. Biri budur ki, Peyğəmbərimiz müstəqim onun sahibinə pul verir və bir neçə şeylər, o cümlədən ağac verir, yəni xurma ağacları verir ona və Salmanı azad edir. Başqa bir nəzəriyyə budur ki, Peyğəmbərimiz Salmana deyir, öz sahibinlə danış və onunla mukatibə müqaviləsi bağla. Mukatibə müqaviləsi budur ki, yəni nökər öz ağası ilə danışır ki, mən işləyim və öz pulumu qazanım, tədricən sənə verim və azad olum. Beləliklə Salman azad olur. Hər halda Peyğəmbərimizin vasitəsilə və Salmanın sonradan olan məktublarına və sözlərinə diqqət etsək, görürük ki, həmişə deyir ki, mən Salman Peyğəmbərin azad etdiyi insanam. Görürük ki, Peyğəmbərimiz Salmanı azad edib. Və Salman Peyğəmbərimizin həmişə yanında olardı. Yəni, hicrətin elə birinci ilində İslamı qəbul edir və bir neçə ildən sonra azad olur. Salman təkcə Uhud və Bədir döyüşündə şirkət edə bilmir. Amma ondan sonra bütün müharibələrdə şirkət edir və çox gözəl rolu olur müharibələrdə. Salman Bədir və Uhud döyüşündə nə üçün şirkət edə bilmir, nə üçün o müharibələrdə hazır ola bilmir? Səbəbi budur ki, həmən vaxtlarda nökər idi, qul idi, şirkət edə bilmirdi. Yəni, azad bir insan deyil idi. Peyğəmbərimiz Salmanı çox istəyərdi, həddən artıq. İmam Baqir əleyhissalam buyurur ki, Peyğəmbər Salman barəsində belə buyurardı. Biz elə ki, Salmana deyərlərdi, Salman Farsı, bir növ ərəblərdə nicatpərəstlik və özlərini daha başqalarından üstün bilməklik belə bir xüsusiyyətlər var idi. Peyğəmbərimiz olar ki, Salman Farsı deyərlərdi, ona tənə vurarlardı, onu özlərindən aşağı bilərlərdi. Peyğəmbərimiz buyurardı, Məhqulu Salmanul Muhammədi, Zalikə minna əhləl beyt. Bəsdir, deməyin Salman Farsı, bəlkə deyin Salman Muhammədi, Muhammədi Salman deyin. Görün, Salman hansı şərafətləri ələ gətirmişdir. Artıq Peyğəmbərimiz buyurur, Zalikə minna əhləl beyt. Salman biz əhli beytdəndir. Artıq Əcəmdən olan Salman əhli beyt ailəsinə qovuşmuşdu. Və həmçinin imamlarımız da qoymazdılar. İmamların yanında elə ki, Salman Farsı deyilərdi, imamlar narahat olardı. Onları nəhy edərdi, Salman Farsı deməyin, bəlkə Salman Muhammədi deyin. Elə bəzi tarixə əsasən Salman adında Peyğəmbərimiz ona vermişdi. Peyğəmbərimiz bu adı ona vermişdi. Əziz Peyğəmbərimizdən Salman haqqında belə bir rəvayət var. Buyurur ki, əgər din Surayyada olsa belə, Salman onu axtarıb tapardı. Həqiqətən də elə Salmanın həyatına baxsaq, görürük o həqiqəti çox çətinliklə tapıb. Amma onun arxasında olub Allah kömək edib ona yetişib.
Başqa bir hədisdə buyrulur, Kanə Səlmanu muhəddəsən. Salman mühəddəs idi. Mühəddəs o şəxsə deyilir ki, o mələklərlə oturub dursun, mələklərlə həm söhbət olsun. Və bu ləqəb Həzrəti Zəhra salamullahi əleyhə barəsində də deyilib ki, Həzrəti Zəhra mühəddəsə idi. Dəyərli tamaşaçılar, verilişimizin vaxtı sona çatdı. İnşallah Salman haqqında bildiklərimizi gələn verilişdə eşidəcəksiniz. Və gələn verilişdə görüşmək ümidi ilə sizi böyük və uca Allaha tapşırıram. Sağ olun, sağlıqla qalın.